Kreditlə satılan paket kupçalı belə bir əytir çəkib sizlərə göstərirəm. Evin hər bir mərtəbəsi monolit betondur. Birinci, ikinci və üçüncü mərtəbə, yəni dam örtüyünün altına kimi monolit betondur. Hündür zirzəmi üzərindən inşa olunub. Kreditlə satılır. Videoya baxın, bütün məlumatları video daxilində nəzərinizə çatdıracağım. Sot yarımda inşa olunub belə bir həyətYəni sahə var. Evin və torpağın kupçası var. Hər evlə ara məsafəsi gözlənilib. Hündür zirzəmisi var. Mən sizə buradan zirzəm hissəsini göstərəcəm. Masa hazırda yerləşir. Faizsiz daxili kreditlə satılır. Burada deməli, hardasa bir 10 dənə ev idi. 2 ədədi qalır dəyərli dostlar. Evin birinci mərtəbəsi monolit beton istipol, mərtəbə arası monolit beton, dam örtüyünün altı da ikinci mərtəbənin yekunda monolit betondur. Bu hissəyə trap döşənli bir evin görürsünüz. Bu tərəfinə də hərəkət etmək mümkündür. Qarşıdan görünən kürsü azdır. Bu tərəfdən evin arxa hissəsindən yanına keçid görürsünüz nə qədər aşağı düşülür. Zirzəmi iki yerdən keçid qoyulub buradan və digər hissədən. Tam yaşayışlı bir məhəllədir dəyərli dostlar. Burada əlavə avadanlıqlar çıxacaq. Evin hər üç mərtəbəsi istipoldur. Daha doğrusu monolit beton üzrü istəyirəm, belə bir giriş hissə mövcuddur. Faizsiz daxili kreditlə satılır. Ümumi dəyəri 110.000 manatdır. Nağd alsaz 98.000 manatla bu evi sizlərə təklif edirik. Kreditlə isə əslində standart stabil qiymət 110.000 manatdır dəyərli dostlar. Burada bu məlumatı verim. Geniş bir zal var. Sporları quraşdırılacaq. Həmçinin xətti, televizyon xətti hər biri çəkilib. Standart qiymət 110.000 manatdır. Sadəcə nağd alışı olanda 98.000 manatı və bəlkə ondan da aşağı qiymətdə sizlərə bu evi təklif etmək olar. Ancaq kreditlə qiymət dəyişimi olmayacaq. 110.000 manatdır. 50.000 manat ilkin ödəniş tələb olunur. Qalıq 60.000 manat borcu isə 36 ay ərzində qaytarmaq şərti ilə o da aylıq 1670 manat eləyir. İlkin ödəniş valiliq ödənişdə daxil olmalı. Hər biri notarial qaydada olacaq. Kupçalı evdir. Notar alqı-satqı olacaq. Hər ayda ödənişlərlə notar ödəyəcəksiniz. Gördünüz, burada deməli mebel yığma olar. Mətbəxi, sanuzeli, zal hissəsini göstərin. Bu mərtəbə bütünlüklə istipoldur. Qalxırıq ikinci mərtəbəyə. İkinci mərtəbədə yerləşir 3 yataq otağı və sanuzel. Artıq qiymətləri, məlumatları nəzərinizə çatdırın. Dəyərli dostlar, bir daha qeyd edirəm. Belə ev tikilmir deyə tez-tez deyirəm. Aşağı da monolit beton idi. Burada dama çıxsız görəcəksiniz. Bütünlüklə monolit betondur. Gələcəyin üstünü rahat ilə olan müasar verə bilərsiniz. Çünki monolit betondur o hissədə. Bura ikinci mərtəbənin sanuzeli. Bura yataq otaqlarından biri. Bura növbəti yataq otağı. Masa hazırda yerləşir 6 nömrəli məktəbin yaxınlığı. Qapının ağzına kimi asfaltdır. Asfalt yolun üzərində yerləşir. Burada ümumilikdə 4-cü otaq, hər otağı kondisioner və televizyon xətti çəkilib. Məhləni sizə göstərəcəm. Bura balkon sahəsi. Baxın, bu gördüyünüz yoldan biraz görürsünüz padiumdur. Ancaq o yolun orasına da trap döşənilib. Darvazanın ön hissəsinə də, yəni buralara yağış qətiyin, güclü yağış olsa qətiyin gəlib çıxmır. Belə bir məhəllədir. Görün nə qədər ümumi ərazini götürdüyü də hündür ərazidir. Qiymətləri nəzərinizə çatdırdım. Evimizə baxış keçirmək üçün mənimlə əlaqə saxlayın. Nömrəm 077 744 36 33. Sağ olun, hələlik.